Salam əziz şagirdlər, bugün 5-ci sinif riyaziyyat kitabının 1-ci hissəsindən səhifə 75 və 76-da olan qarışıq ədədlərin bölünməsi mövzusundakı həm mövzunun, həm də ki tapşırıqların həllinə bir yerdə baxacağıq. Dərsin izahına keçməmişdən öncə nəzərinizə çatdırım ki, onlayn dərslərimizə qoşulmaq istəsəniz 051 759 55 96 nömrəsini əlaqə saxlaya bilərsiniz. Videolarımızı bəyənib kanalımıza abunə olmağı unutmayın. Dərsimiz qarışıq ədədlərin bölünməsidir. Araşdırma və müzakirədə bizə deyir ki, bir masa örtüyünün kənarını bəzəmək üçün 4x3 metr lent istifadə olunur. Bu rulonda 2,4 metr lent var. Bir rulon lentə neçə masa örtüyünü bəzəmək olar? Bunu təsvirdən istifadə etməklə necə tapmaq olar? Cavabımızı vurma əməli ilə yoxlayın. Əgər bizim rulonda 2,4 metr lent varsa, bir masaya da 4x3 metr gedirsə, biz onda 2,4-i 4x3-ə bölməliyik. Bunun üçün 2,4-i qarışıq ədədi düzgün olmayan kəsrə çeviririk. 2-ni 4-ə vururuq. 8 üstünə 1 gəlir, 9. Bölünsün 4-3. Kəsirlərin bölünməsində birinci kəsir olduğu kimi saxlayıb, ikincinin tərsinə vururuq. 4 ilə 4 ixtisar gedəcək, 3 ilə də 9 ixtisar gedəcək 3-ə bir dəfə, bu da 3 dəfə. Yuxarıda 3 edəcək, aşağıda 1 və cavab edəcək 3. Deməli, 3 masanı bəzəmək olar. Öyrənmə. Qarışıq ədədlərin bölünməsi. Qarışıq ədədləri bölmək üçün əvvəlcə bu ədədləri düzgün olmayan kəsir şəklində yazmaq, sonra isə kəsirlərin bölünməsi qaydasına əsasən qisməti hesablamaq lazımdır. Burada da görürük ki, 3,2-1-i 1,4-3-ə bölürük. Birinci bunu çeviririk düzgün olmayan kəsirə, 2 qalır. 3 2 6, o da 1 7. Bölünsün 1 4 4 üstünə 3 7. Birinci kəsir olduğu kimi saxlayırıq, ikincinin tərsinə vururuq. 7-lər ixtisar gedir 7-yə bir dəfə, 2 2-yə bir dəfə, 4 2-yə 2 dəfə. Yuxarıda 2, aşağıda 1 edir, cavab edir 2. Və əgər bunu başa düşdüksə, tapşırıq 1 ilə davam edək. Qisməti tapın, bir neçə cavabın doğruluğunu vurma əməli ilə yoxlayın. Üç 8-də 1 bölünsün 3. 8 qaldı, 3'ü 8-ə vurduq, 24, üstünə 1 gəldi, 25. Onun da aşağısına 1 atsaq, vuracaq bunun tərsini 3'də 1-ə. Heç bir ixtisar yoxdur. 24 burada 25 edəcək. Edəcək 1,24-də 1. Baxaq ikincisinə. 4,2-də 1 bölünsün 9. Bərabərdir. 2 olduğu kimi qalır. 4 2 8, o da 1 9. 9'un aşağısına 1 atırıram, vururam 9'un tərsi, yəni 9'da 1'ə. 9'lar ixtisar gedir. Yuxarıda edir 1, aşağıda edir 2. Cavab edir 2'də 1. Baxa üçüncüsünə. 4 bölünsün 1,9'da 1. 4 bölünsün 9'da 10. 4'ün aşağısına 1 atıram. Bunu olduğu kimi saxlayıram. Digər ikinci kəsiri tərs çevirirəm. 10'da 9. 4'ü 2'yə böləndə 2, 9'u 2'yə böləndə 5. Edir 5'də 18. Bərabərdir 3,5'də 3. Baxaq buna. 5,4'də 1 bölünsün 2'də 1. 4 olduğu kimi qaldı. 20, o da 1, 21. Vurulsun. 2'də 1'i tərs çevirirəm. Edir 1'də 2. 2 2'yə bir dəfə, 4 2'yə 2 dəfə. Edir 2'də 21. Bunu da 10,2'də 1 kimi yazırıq. Baxaq buna. 3,8'də 3 bölünsün 4'də 1. 8 qaldı. 3 8'im 24, o da 3 27. Vurulsun, bunu tərs çevirirəm, 1'də 4 kimi yazıram. 4 ilə 8-i ixtisar edirəm, 4 4-ə bir dəfə, 8 4-ə 2 dəfə, 2-də 27.
27-ni də 2-yə bölsəm əgər, alaram 13,2-də 1. Baxaq buna. 2,7-də 4 bölünsün 1,5-də 4. 7-nin olduğu imkan saxlayalım. 2, 7, 14, o da 4, 18 bölünsün 1,5'in 5 üstünə 4 gələm 9. 7-də 18 vurulsun. Bunun tərsi 9-da 5. 9 ilə 18 ixtisar gedir. 9, 9-a 1 dəfə, 18, 9-a 2 dəfə. 7-ni 1-ə vuram 7, 2-ni 5-ə vuram 10. Bərabərdir. Bu da edir 7-də 3. 1,7-də 3. Baxaq buna. 3,4-də 1 bölünsün 2,5-də 3. 3, 4'üm 12, o da 1, 13 bölünsün 2, 5'im 10, o da 3, 13. 4'də 13'ü saxlayıram, vururam bunun tərsinə 13'də 5'ə. 13'lər ixtisar gedir, qalır 4'də 5. Bunu da yazmaq olar 1,4'də 1 kimi. 3,3'də 1 bölünsün 6,3'də 3. 3,3'də 1'miz 3'də 10'dur. 3'də 3 1 deməkdir. Əgər əvvəlki dərslər yazıdasınızsa sizin 3'ü 3'ə böləndə 1 edir. Bu 6 tam olduğuna görə üstünə də 6 gələndə bu edəcək 7 tam. Yəni bunun cavabı 7 demək. Bunu da aşağısına 1 atıram, 3'də 10'u vururam bunun tərsinə. 7'də 1'ə edir 21'də 10. Baxaq buna. 2,3'də 2 bölünsün 1,9'da 2. 2, 3'üm 6, o da 2, 8 bölünsün 1,9'um 9 üstünə 2 gəldim 11. 3'də 8 vurulsun bunun tərsi 11'də 9. 3 3'ə 1 dəfə, 9 3'ə 3 dəfə. 11, 3, 8'im 24. Bunu da yazmaq olar 2,11'də 2 kimi. Keçək səhifə 76-ya. Tapşırıq 2-də bizə deyir ki, təsvirə əsasən qisməti tapın, cavabın doğruluğunu vurma əməli ilə yoxlayın. Deməli, A bəndində 2,3'də 2-ni bölürük 1,3'də 1'ə. 2, 3'üm 6, o da 2, 8 bölünsün 1, 3'üm 3, o da 1, 4. Birincini olduğu kimi saxlayıram 3'də 8'i vururam 4'də 3'ə. 3'dən 3 ixtisar gedir, 4 4'ə bir dəfə, 8 4'ə 2 dəfə. Cavab edir 2. Deməli 2,3'də 2'nin içərisində 1,3'də 1 neçə dəfə var? 2 dəfə var. Belə olacaq 1,3'də 1 bərabər olacaq 2. B variantı 1,5'də 3 bölünsün 5'də 4. 1, 5'in 5 üstünə 3 gəldim 8 vururam bunun tərsinə 4'də 5'ə. 5'lər ixtisar gedir, 4 4'ə bir dəfə, 8 4'ə 2 dəfə. Deməli, ümumi ölçümüz 1,5'də 3'dür. 1,5'də 3'ün içindən neçə 5'də 4 var, 2 dəfə var. C variantı 2,8'də 5 bölünsün 8'də 7. 2, 8'im 16, o da 5, 21. Vururam bunun tərsinə 7'də 8'ə. 8'lər ixtisar gedir. 7 7'yə bir dəfə, 21 7'yə 3 dəfə. Cavab edir 3. Deməli 2,8'də 5'in içində 8'də 7 neçə dəfə oldu? 3 dəfə oldu. Bunun cavabı oldu 3, bunun cavabı oldu 2.
Diqqət! Qarışıq ədədi natural ədədə bölərkən qisməti tapmaq üçün qarışıq ədədi tam və kəsr hissələrini cəmi şəklində yazıb cəmi ədədə bölmə qaydasından istifadə etmək olar. Yəni 4/5-də 3-ü 4-ə bölürüksə 4 üstəgəl 5-də 3 kimi yaza bilərik. Ayrı-ayrı 4-ü 4-ə bölüb üstünə 5-də 3-ü 4-ə bölərək hesablaya bilərik. Fikirləş, cəmi ədədə vurma qaydasından istifadə etməklə 6/2 bölünsün 4/1 ifadəsinin qiymətini necə tapmaq olar? Biz bilirdik ki, kəsirləri böləndə birinci kəsiri saxlayıb ikinci kəsirin tərsinə vurmalıyıq. Yəni 4/1-in tərsinə vurmalıyıq. Vurulsun 4 kimi yazırıq. Bunu da yazacağıq 2-də 6 2 12 o da bir 13 vurulsun 4. 2 2-yə bir dəfə, 4 2-yə 2 dəfə, 2-ni 13-ə vuracağıq, 26 alacağıq bunun cavabını. Üçüncü tapşırıqdan davam edirik. Qarışıq ədədləri tam və kəsr hissələrini cəmi şəklində yazmaqla hesablayın. 4/8-də 1 bölünsün 4. Bunu yazacağıq 4 üstəgəl 8-də 1 bölünsün 4 kimi. O da bərabərdir. 4 bölünsün 4 üstəgəl 8-də 1 bölünsün 4. 4 4-ə böləndə 1 üstəgəl 8-də 1 də vuracağıq bunun tərsinə, yəni 4-də 1-ə. Gedəcək 1 üstə gəlsin 32-də 1. Bu da bərabərdir 1/32-də 1-ə. Birincisi. İkincisinə baxaq. 10/4-də 1 bölünsün 5. Yazıram 10 üstə gəlsin 4-də 1 bölünsün 5. 10 bölünsün 5 üstəgəl 4-də 1 bölünsün 5. Onu 5-ə böləndə 2 üstəgəl 4-də 1-i 5-ə vurmaq, bölmək 5-də 1-ə vurmaq deməkdir. Yəni 2 üstə gəlsin 20-də 1. Bu da bizə verəcək 2/20-də 1. Baxaq növbətiyə. 27/11-də 9 bölünsün 9. Bunu yazacağım. 27 üstə gəlsin 11-də 9 bölünsün 9. Hər birini ayrı-ayrıda 9-a bölürük. 27 böl 9 üstə gəl 11-də 9 böl 9 bərabərdir. 27-ni 9-a böləndə 3 üstə gəl 11-də 9-u da vuracağıq 9-un tərsinə, yəni 9-da 1-ə. 9-lar ixtisar gedəcək. 3 üstə gəlsin 11-də 1. Bu da bizə verəcək 3/11-də 1. Bu üçün yazdıq. Digərlərinə davam edirik. İki tam 5'də 1 bölünsün 5'də 1. 2 üstə gəlsin 5'də 1 bölünsün 5'də 1. Ayrı-ayrıda bölürəm. 2 böl 5'də 1 üstə gəl 5'də 1 böl 5'də 1. 2-ni 5'də 1-ə bölmək 2-ni 5'ə vurmaq deməkdir. Yəni tərsinə üstə gəl 5'də 1-i 5'də 1-ə böləndə cavab 1 edəcək. 2-ni 5'ə vururam 10 üstünə 1 gəlirəm edir cavab 11. Növbəti ilə davam edirəm. 4/3-də 2 bölünsün 9-da 1. Yazıram. 4 üstə gəlsin 3-də 2 bölünsün 9-da 1. 4 bölünsün 9-da 1 üstə gəlsin 3-də 2 bölünsün 9-da 1 bərabərdir. 4-ü vururam bunun tərsinə, yəni 9-a. Üstünə gəlirəm. 3-də 2-ni vururam 9-a. 4-ü 9-a vuranda 36 üstə gəl 3-3-ə bir dəfə 9-3-ə 3 dəfə 3-2-yə vururam 6 36 ilə 6-nı toplayıram edir 42.
Ondan davam edək. 1,7-də 5 bölünsün 3-də 1. Yazıram 1 üstə gəlsin 7-də 5 bölünsün 3-də 1. 1 bölünsün 3-də 1, üstə gəl 7-də 5 bölünsün 3-də 1. 1-i 3-də 1-ə bölmək, 1-i 3-ə vurmaq deməkdir. 7-də 5-i də vuracaq 3-ə. Eləcə 3 üstə gəlsin 7-də 15. Bərabərdir. 3 üstə gəl, bunu qarşıq kəsrə çevirək, eləsin 2,7-də 1. 3-ün də üstünə 2,7-də 1 gələndə 5,7-də 1 edər. Və sonuncusu 2,4-də 1-i 5-də 3-ə bölürük. 2 üstə gəl 4-də 1 bölünsün 5-də 3 bərabərdir. 2 böl 5-də 3 üstə gəl 4-də 1 böl 5-də 3. Birincini olduğu kimi saxlayıram, ikincinin tərsinə vururam. Üstə gəl 4-də 1-i saxlayıb bunun tərsinə vururam. 3-də 5. Bu edir 3-də 10. Üstə gəl, bu da edir 12-də 5. Ortaq məxrəci tapıram. 12, bu 4 dəfə, bu da 1 dəfə. 40, 12-də 5. Bu da edir 12-də 45. 12-də 45 də bizə verəcək 3,12-də 9. İxtisar da etsəm 3,4-də 3 alaram. 3-cü tapşırığın həlləri idi. 4-cü tapşırığın həlləri ilə davam edək. Dördüncü tapşırıqdakı çalışmalarla davam edirik. Bizdən deyir hesablayın. Bunun üçün buradakı mötərizələrin hər birini ayrı-ayrılıqda hesablayıb içərisini sonra bir-birinə böləcəyik. Birinci yazaq 3,3-də 1-dən 2,9-da 1-i çıxaq. Bunun hər birini məxrəcin 9-a gətirsək, bunu 3-ə vurmalıyıq. Bu isə bir dəfə qalmalıdır. Bu edəcək 3,9-da 3 çıxılsın 2,9-da 1. 3-dən 2 çıxanda 1,9-da 2 edəcək. Birinci kəsirin cavabı oldu 1,9-da 2 bölünsün. İndi bunu həll edirik. 2,8-də 3 çıxılsın 7-də 4 vurulsun 1,4-də 3. 2,8-də 3 qalır yerində. 7-də 4-ü vururuq. Bunu da çevirəndə edir 4-də 7. 7 ilə 7 bir dəfə, 4 ilə 4 bir dəfə. Yəni edir 2,8-də 3 çıxılsın 1. Bu da bizə verir 1,8-də 3. 1,9-da 2-ni bölürük 1,8-də 3-ə. Düzgün olmayan kəsrə çeviririk. 9-da 11 bölünsün 8-də 11. Bu da edir 9-da 11-i vururuq bunun tərsinə. Yəni 11-də 8-ə. 11-lər ixtisar gedir. Cavab qalır 9-da 8. Birinci kəsirin cavabı oldu. Yəni misalın oldu cavabı 9-da 8. Baxaq indi ikinciyə. Birinci burada bu hissə hesablanacaq. Sonra mötərizənin içi hesablanacaq. Mötərizənin içi buna bölünəcək. Sonra bu birinci cavabımızdan bu cavabı çıxacaq. Birinci başlayaq. 6,2-də 1-i 13-ə bölək. Bu edir 2-də 13 bölünsün. Bunu da bunun tərsinə vurarıq. 13-də 1. 13-lər ixtisar gedəcək. Edəcək 2-də 1.
İndi 3 tamla 2 tam 5də 1 çıxırıq. Deməli, burası istəsən yazaq 2də 1 çıxılsın. İndi 3-dən 2 tam 5də 1 çıxırıq. Bunu yazacağım 2 tam 5də 5 çıxılsın 2 tam 5də 1 kimi. 2 tamlar gedəcək 5də 4. Mötərizəni iç elədi 5də 4. İndi 5də 4'ü bölürəm 1 tam 5də 4'də. 5də 4 bölünsün 1 tam 5də 4. Bunu saxlayıram. Bunu dəyişirəm 5də 9 kimi yazıram. Birinci kəsri saxlayıb ikincinin tərsinə vururam 9'da 5 kimi. 5'lər ixtisar gedir. Qalır burada 9'da 4. Deməli 2də 1'dən çıxıram 9'da 4'ü. Orta məxrəc 18. Bura düşür 9 dəfə. Bura düşür 2 dəfə. 9'u 1'ə vuranda 9, 4'ü 2'yə vuranda 8. Bu da edir 18'də 1. Deməli ikinci misalımızın cavabı olur 18'də 1. Aha, üçüncü misal. Birinci mötərizəmizin içini hesablayaq. 1 tam 3'də 2 çıxılsın 7'də 3 vurulsun 2 tam 3'də 1. 1 tam 3'də 2 çıxılsın birinci vurma əməliyyatı olmalıdır. Yəni 7'də 3'ü vuracağıq. Bunu çevirəndə 3'də 7'yə. 7 ilə 7 bir dəfə, 3 ilə 3 bir dəfə. Deməli 1 tam 3'də 2 çıxılsın 1. Burada da bir tamlar gedir edir 3'də 2. Mötərizəni içi elədi 3'də 2. İndi bunu bölməliyik 1 tam 2'də 1'ə. 3'də 2'ni bölürəm 1 tam 2'də 1'ə. 3'də 2'ni bölürəm 2'də 3'ə. 3'də 2'ni vururam bunun tərsinə. 3'də 2'yə. Bu da edir 9'da 4. Deməli, bura qədər olan hissənin cavabı oldu 9'da 4. Üstə gəlsin. İndi bunu hesablayacağıq. 2'də 1 böl 2'də 1. 2'də 1 də 2'də 1'ə böləndə, yadda saxlayın. Bir şey özünə böləndə cavab edəcək 1. 1'in də üstünə 9'da 4 gələndə edəcək 1 tam 9'da 4. Bu da bizim bu misalımızın cavabı olacaq. 5-ci tapşırıqda bizə deyir ki, suallara cavab verin. A bəndində deyir ki, 5 kiloqram armudu hər birində 2 tam 2'də 1 kiloqram olmaqla neçə səbətə yığmaq olar? Deməli 5'i bölməliyik 2 tam 2'də 1'ə. Görək 5'in içində neçə dənə 2 tam 2'də 1 var. 5 bölünsün 2'də 5. 5 olduğu kimi saxlayıram, vururam bunun tərsinə, yəni 5'də 2'yə. 5 ilə 5 ixtisar gedir, cavab qalır 2. Deməli 2 dənə səbətə yığmaq olar. Baxaq B variantına. 10 tam 2'də 1 manata birinin qiyməti 1 tam 4'də 3 manat olan neçə dəftər almaq olar? Deməli 10 tam 2'də 1'i bölürük 1 tam 4'də 3'ə. 2 qalır, o 20, o da 21 bölünsün. Bunu da demək olar 4'də 7 kimi. 2'də 21'i vururuq bunun tərsinə. 7'də 4'ə. 7 7'yə bir dəfə, 21 7'yə 3 dəfə, 2 2'yə bir dəfə, 4 2'yə 2 dəfə. 3 2 6 edir. Deməli B variantında cavab olur 6. Baxaq 6-cı tapşırıq. Aşpaz bir nəfərlik yeməyə 8'də 1 kiloqram düyü istifadə edir. Günortaya qədər 4,4 kiloqram, günortadan sonra isə bundan 2 dəfə çox düyü istifadə olundu. Gün ərzində istifadə olunan düyü 100 nəfər üçün kifayət edərmi? Burada deməli nə edirik?
Günortaya qədər 4,4 əgər olubsa, günortaya qədər 4,4 kiloqramdır. Günortadan sonra isə bundan 2 dəfə çox, yəni 4,4-ü vuracağıq 2-yə. Bu da edəcək 4,19 vurulsun 2. 2 ilə bu ixtisar edəcək. Edəcək 2,19. İndi görək bunun cəmi nə qədər, neçə kiloqram düyü istifadə edib. 4,4-3 üstə gəl 2,19. Bunu yazaq 4,4-3 üstə gəlinsin 9,2-1. Məxrəcini 4-ə gətirsə əgər edəcək 4,4-3 üstə gəl 9,4-2. Bu da bizə verəcək 13,4-5. Bunu biraz da düzəltsək 14,4-1 alarıq. İndi 14,4-1 kiloqram cəmi düyümüz var. Hər yeməyə, yəni bir nəfər üçün də 8-1 kiloqram düyü istifadə olunur. 14,4-1-i bölürük 8-1-ə. Bu edəcək 14-ü 4-ə vuranda alacağıq 56, üstünə də 1 gələndə edəcək 57. Vururuq bunun tərsinə, yəni 1-də 8-ə. 4-4-ə 1 dəfə, 8-4-ə 2 dəfə. Edir 57 vurulsun 2. 57-ni də 2-yə vuranda edir 114. Deməli, aşpazın bu istifadə edədiyi düyü 114 nəfərə çatar. Yəni 100 nəfər üçün kifayət edərmi? Bəli, edər. Əgər 114 nəfərə kifayət edirsə, deməli 100 nəfərə də kifayət edər. Baxaq 7-ci tapşırığı. Düzbucağı formasında qonaq otağının sahəsi 25,1 kvadrat metrdir. Bu otağın eni 3,4 metrdir. Düzbucağı formasında mətbəxin uzunluğu qonaq otağının uzunluğuna 2 dəfə kiçik, sahəsi isə qonaq otağının sahəsindən 3 dəfə kiçikdir. Mətbəxin eni, uzunluğu və sahəsi nə qədərdir? Əgər bizim qonaq otağının sahəsi 25,1-dirsə, deməli düzbucağın sahəsi bilir ki, S vurulsun A vurub B-dir. Yəni eni uzunluğa vuranda sahədir. Eni 3,4-3-dürsə, bunun uzunluğunu tapmaq lazımdır qonaq otağının. 25,2-1-i bölürük 3,4-3-ə bərabərdir. Bu edir 2-də 51 bölünsün 4-də 15. 2-də 51-i vururam 15-də 4-ə. 2-2-yə 1 dəfə, 4-2-yə 2 dəfə. 15 qalır yerində, 51-i vuracam 2-yə, bu da edir 102. 15-də 102. Bu bizim qonaq otağının olduğu uzunluğu. Qonaq otağımızın uzunluğu 15-də 102-dir. Özüm çevirmirəm burada ki, bizə lazım olacaq. Düzbucağı formasında mətbəxin uzunluğu qonaq otağının uzunluğundan 2 dəfə kiçikdir. Yəni keçdik mətbəxə. 15-də 102-ni bölürük 2-yə. Yəni 15-də 102-ni vururuq 2-də 1-ə. 2-2-yə 1 dəfə, 102-ni 2-yə böləndə edəcək 51 dəfə. Bu edir 15-də 51 mətbəxin uzunluğu. Bu elədir mətbəxin uzunluğu. Bunu sonra çevirərək ən axırda. Çünki biz bundan istifadə edəcəyik deyə qoy qalsın. Sahəsi isə qonaq otağının sahəsindən 3 dəfə kiçikdir. Qonaq otağının sahəsi 25,1 idi.
Deməli 25,2-də 1-i bölməliyəm 3-ə. Yəni 2-də 51-i bölməliyəm 3-ə. Bu da deyir 2-də 51 vurulsun 3-də 1. 51 ilə 3 ixtisar gedir 3-3-ə bir dəfə. Bu da 17 dəfə. Elədi 2-də 17. 2-də 17 mətbəxin sahəsidir. Mətbəxin eni indi lazımdır. Mətbəxin sahəsi var, uzunluğu var. Mətbəxin enini tapmaq üçün sahəni, yəni 2-də 17-ni bölməliyik 15-də 51-ə. 2-də 17-ni vururuq 51-də 15-ə. 17 17-yə bir dəfə, bu da 3 dəfə. Bu edir 6-da 15. Bu da olur mətbəxin eni. İndi bizdən mətbəxin enini istəyir. 15-də 6-nı gəlin çevirək. 6-da 15-i çevirmək üçün ixtisar edək 3-ə. 3 dəfə, 5 dəfə. 3-ə böləndə 2 dəfə, bu da 5 dəfə. Bu da edir 2,2-də 1. Eni olur, n olur 2,2-də 1. Uzunluğu necə tapmışdıq? 15-də 51. 15-də 51 də çevirək. Hər birini bölək 3-ə, bu 5 dəfə düşəcək. Bu da düşəcək 17 dəfə. Bu da deyəcək 3,5-də 2. Uzunluğu olacaq 3,5-də 2. İndi sahəsi lazımdır. Sahəsi də olacaq. Sahəsini tapmışdıq. 2-də 17. 2-də 17-ni də belə çevirək də. 9,2-də 1. 9 yox 8,2-də 1. 17-də. 8,2-də 1. 8,2-də 1 də bunun sahəsi olacaq. Bu mövzuda da sualların izahına baxdıq. Onlayn dərslərimizə qoşulmaq istəsəniz 051 759 55 96 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Kanalımıza abunə olub videolarımızı bəyənməyi unutmayın. Hamınıza uğurlar arzulayırım.